Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dil dəftərindən səhifə 33 və 34-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 4-cü fəslimizin adı qəhrəmanlarımızı tanıyaqdır. Bir tapşırığında deyir ki, aşağıdakı epizodu oxu. Sizcə bu epizod jurnalistin hansı sualına cavab ola bilər? Həmin sualı təxmin edib yaz. Birinci cavabı oxuyaq, sonra isə sualı təxmin edək. Musiqi məktəbinə qəbul zamanı Xudayarın çıxışı çox maraqla qarşılanmışdı. Ona Şuşanın dağları mahnısını oxumaq tapşırılır. Amma Xudayar çıxışına azad bir quşdum mahnısı ilə başlayır. Xudayarın səsinə və mahnı seçiminə heyran qalan münsiflərdən biri soruşur. Münsif o deməkdir ki, bir təşkilatın böyüyü, başçısı və s. Oğlum, axı Şuşanın dağlarını ifa etməliydin. Xudayar belə deyir. Şuşanın başı dumanlı dağlarını görmək üçün azad quş olmaq lazımdır. Buradan münsif, indi dedim, yəni bir yerin, məsələn, böyükləri, yəni ona rəhbərlik edənlər. Sual odur ki, Xudayar təxmin edirik. Xudayar Yusifzadə ona tapşırılan mahnını niyə dəyişdi? Bu, məsələn, örnək kimi, məsələn, belə ola bilər. Hər kəs necə bilir? Təxmin edirsə elə yaza bilər. Və təsəvvür et ki, Xudayarın anasından müsahibə alırsan. Ona hansı sualları verərsən? 1. Xudayarın uşaqlığı necə keçmişdi? 2. Xudayarın muğama marağı olub. 3. Xudayar hansı mahnıları ifa edib? 4. Xudayar döyüşə gedəndə nə hiss etdiniz? Sizə tapşırıq C. Aşağıda verilmiş məlumatların qarşısında dərslikdə təqdim edilmiş Divar qəzetindəki rubrikalarının adını yaz. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini bərpa etmişdir. Rubrika hansı ola bilər? Tarixin bugünü rubrikası buna uyğundur. Əzizim yola baxar, həsrət könlümü yaxır, dönüb ağ göyərçinə, vətən məni gəl apar. Bu şeir güşəsinə uyğundur. Vətən borclu deyil, biz borcluyuq vətənə, deyib Bəxtiyar Vahabzadə. Bu da eyni şəkildə Hikmət xəzinəsinə uyğundur. Hikmət xəzinəsi. Keçək səhifə 34-ə. İkad tapşırığında deyir ki, Divar qəzetinin hazırlanması ilə bağlı verilmiş fikirlərin doğrudur, yanlış, yoxsa yanlış olduğunu qeyd et. 1. Divar qəzetinin hazırlandığı tarix və qəzetin nömrəsi qeyd olunur. Doğrudur. Bunu özləri yazıblar. 2. Tərtibçilərin adları Divar qəzetinin mərkəzində iri şəriflərlə yazılır. Yanlışdır. Çünki tərtibçilərin adları kiçik hərflərlə ən aşağıda bir hissə ayrılır, kiçik hərflərlə yazılır. 3. Foto şəkil və ya rəsmlərdə istifadə olunur. Doğrudur. 4. Divar qəzeti üçün seçilən ad hər ay yenilənir. Yanlışdır. Hər ay yenilənmir. Bir il boyu eyni qalır. B. Divar qəzetinin tərtibçilərinin gördüyü işləri yaz. Redaktor, redaksiya heyətinin rəhbəri qəzet materiallarına düzəlişlər edir. Müxbir qəzet üçün mövzu üzrə materiallar hazırlayır. Dizayner qəzet materiallarının bədii tərtibatını verir, mətn və foto şəkillərin qəzet səhifəsində yerini müəyyən edir. C. Zəfər günü ilə bağlı Divar qəzeti üçün təkliflərini yaz. 1. Divar qəzeti üçün təklif etdiyin ad. Zəfər. 2. Məlumat vermək istədiyin qəhrəmanın adı. General Polad Həşimov. 3. Təklif etdiyin rubrikalar. Qəhrəmanlarımız, şeir güşəsi, Hikmət xəzinəsi, ayın xəbəri, tarixin bugünü.
və ya hikmət xəzinəsini hikmətli sözlər və s. adlandırmaq olar. C. Verilmiş məlumatı Divar qəzetində təqdim etmək üçün uyğun rubrika adı yaz. 23-10-2023-cü il tarixində rəqs müsabiqəsi keçirildi. Müsabiqənin qalibləri mükafatlandırıldı. Qaliblərdən biri sinifimizin şagirdi Zəhra Quliyevdir. Onu sinifimiz adından təbrik edirik. Yaza bilərik ki, qaliblər rəqs müsabiqəsi sinif şagirdi və s. belə adlar yaza bilərsiniz. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizdə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.